Allah müsəlmanlara birləşməyi əmr etmişdir. Birlik olmaq fərzdir. Allah Quranda möminlərə birlik olmalarını, inkara qarşı birləşmələrini, bir-birlərinə qarşı mərhəmətli, bağışlayıcı və qoruyucu olmalarını, ayrılmaqdan və parçalanmaqdan çəkinmələrini əmr etmişdir. Bütün müsəlmanlar qardaşdır və vahid topluluqdur. Qovulmuş şeytandan Allaha sığınıram. Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə mənə ibadət edin. Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayırdılar. Onların hamısı bizim hüzurumuza qayıdacaqlar. Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın. Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarındaydınız. O sizi ondan xilas etdi. Allah öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz. Möminlər həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. Allaha və onun elçisinə itaət edin. Bir-birinizlə mübahisə etməyin. Yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, bir-birinizə yardımcı olmasanız, yer üzündə fitnə və böyük bir fəsad baş verər. Allah bütün müsəlmanlara birləşərək dinsizliyə qarşı fikri mübarizə aparmalarını əmr edir. Qovulmuş şeytandan Allaha sığınıram. Sizə nə olub ki, Allah yolunda və ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən çıxart. Bizə öz tərəfindən bir himayəçi təyin et. Bizə öz tərəfindən bir yardımcı təyin et, deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz. Məzlum insanları zülmdən xilas etmək üçün zülmə səbəb olan ideologiyalara qarşı fikri mübarizə aparmaq və İslam birliyinin qurulması üçün cəhd etmək lazımdır. Qovulmuş şeytandan Allaha sığınıram. Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun. Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür. Dünyadakı fitnənin qaynağı Darvinist, materialist ideologiyalardır. Darvinist, materialist ideologiyalara fikri mübarizə ilə son qoyulsa, həm fitnələr aradan qalxar, həm də İslam əxlaqının bütün dünyaya hakim olması üçün heç bir əngəl qalmaz. Qovulmuş şeytandan Allaha sığınıram. O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda intiqam alırlar. Allah dinsizliyin mənbəyi olan Darvinist, materialist ideologiyalara qarşı müsəlmanların birləşərək fikrən etiraz etmələrini bildirmişdir. Bu ideologiyaları təsirsiz hala gətirmək yalnız elmi fəaliyyətləri həyata keçirməklə mümkündür. Qovulmuş şeytandan Allaha sığınıram. Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb, onun yolunda vuruşanları sevir. Müsəlmanlar ateizmə, dinsizliyə və bunların bünövrəsini təşkil edən darvinizmə qarşı elmi mübarizə apararkən birlik olmaqla məsuldurlar. Bu ayələrdən də aydın olur ki, müsəlmanların birlik olmaları, sevgi və şəfqətlə bir-birlərinə bağlanmaları, mübahisə etməmələri, bir-birlərinin vəliləri və dostları olmaları, bir-birlərini hər zaman himayə etmələri, bir-birləri ilə məsləhətləşmələri, möhkəm bir divar kimi səf-səf düzülüb, inkara qarşı elmi mübarizə aparmaları fərzdir. Belə olduğu halda, bütün bunların əksinə davranmaq, yəni
birləşdirici deyil, ayrıcı olmaq, müsəlman qardaşlarına sevgi ilə və şəfqətlə yanaşmamaq, müsəlman qardaşlarına qarşı bağışlayıcı, qoruyucu və himayədar olmamaq, inkara qarşı aparılan elmi mübarizədə müsəlmanlarla möhkəm bir divar kimi birləşməmək haramdır.